İnşallah bugünkü cümle xütbəmizin mevzusu vətən sevgisi hakkında olacaktır. İnşallah. Kardeşler, Kur'an-ı Kerim okuduğumuz zaman görürüz ki Kur'an-ı Kerim'de vətən hakkında açık şekilde bir ayet bile olsun yoktur. Allah Azze ve Celle Kur'an-ı Kerim'de vətən kelimesini işletmemiştir. Ama buna bakmayarak vətənə ait dolayısıyla olan işare yolu ile 50'ye yakın ayet vardır ki vətənə işaret edir. Sual çıxabilir ki, bəs nə üçün 50'ye yakın işaret yolu ile vətənə ayələr var, vətən haqqında ayələr var? Amma bir dəfə də olsun Allah Azze ve Celle vətən kelimesini açıq şekilde zikr etmiştir. Alimler bu sualın cevabında deyirlər ki, bu əslində fitrətdə olan bir şeydir. Çünkü Allah Azze ve Celle vətən sevgisini yaratmış olduğu bütün məxluqatın qəlbində yaratmıştır onu, koymuştur o sevgini. Fərqi yoktur. Buna örnek verirler. Deyirlər ki, bakın Allah Azze ve Celle Kur'an-ı Kerim'de övladlara əmr edir ki, valideynlərə yaxşılıq etsin. Allah buyurur ki, Rabbin qəti şəkildə hüküm verdi ki, ondan başka heç kəsə ibadət etməyin ve valideynlərə yaxşılıq edin. Onlardan biri və yaxud da hər ikisi sənin yanında yaşad olarsa, yaşlanarsa onlara uf belə deməyin. Bakın değerli kardeşler, buna bakmayarak Allah Azze ve Celle valideynlere Kur'an-ı Kerim'de buyurur ki evlatlarınızı sevin. Neye göre? Çünkü zaten valideynlerin kalbinde, fitretinde Allah Azze ve Celle onu yaratmıştır. Arablerde böyle bir söz var, der ki el-ma'ruf la yu'arraf. Bilinen bir şey qeyd olunmaz. Çünkü zaten bilinen bir şeydir. Təsəvvürə gətirin, siz valideyne deyirsiniz ki evladını sev, onun qayğısına qal. Bu söz çok gülüz görseler. Neye göre? Çünkü her bir valideyn zaten öz evladını sevir ve bizden de bizim dememize ona ihtiyaç yoktur. Bu şekilde de Allah Azze ve Celle vətən sevgisini bütün insanların olduğu yerde onların qəlblərində yaratmıştır. Ona göredir ki Allah Azze ve Celle yani bunu açıktan zikretmemiştir. Alimler deyirlər ki bir şey fitrette var ise o zikr olunmaz, o qeyd olunmaz. Ve hemşinin değerli kardeşler, bunu gösteren örnekler var. Biz her zaman bu örneği veririz. Deyirik ki mesela bakın dünyanın en soyuk bölgesi var ki oraya Yakutsk deyirlər. Yakutlar da əsli Türklər de onların Rusya'nın ərazisində yerləşir. Orada kışta havanın derecesi 50-60 bazen 70 dereceye satır. Ama buna bakmayarak oranın 300 bin sakini var ve o insanlar öz kaldıkları yerden memnundurlar ve oranı sevirler. Neye göre? Çünkü onlar orada doğulmuşlar, orada yaşayırlar ve onlar için oraya əzizdir. Çünkü Allah Azze ve Celle fitretinde onu yaratmıştır. Ancak biz oranı severiz. Ve yaxud da bakarıq ki tam əksine dünyanın en isti olan bölgeleri var ki misal için deyirəm 50-55 derece, hatta bazen 60 dereceye satan ölçüler var ki istilik derecesi. Buna bakmayarak oranın sakinleri onu terk ediyorlar. Neye göre? Çünkü onlar için oraya əzizdir. Deməli değerli kardeşler, Allah Azze ve Celle insanların fitretinde vətənə bağlılığı, sevgini yaratmıştır. Biz vətən dedikdə bu xüsusi bir təşkilat, şəxslər deyil, bu insanın olduğu yere aittir değerli kardeşler. Bakın Allah Azze ve Celle Kur'an-ı Kerim'de bize haber verir ki bütün peygamberler onların gönülleri onları öz yurtlarından çıkarmadıkça oranı terk etmezler. Neye göre? Çünkü o peygamberlere oldukları yer onlar için əzizdir, onlar için oraya sevimlidir. Bunu gösteren ayetlerden birinde Allah buyurur ki وَقَالَ الَّذ۪ينَ كَفَرُوا لِرُسُلِهِمْ لَنُخْرِجَنَّكُمْ مِنْ أَرْضِنَا اَوْ لَتَعُودُنَّ ف۪ي مِلَّتِنَا. Bakın Allah buyurur ki iman getirmeyenler, kafirler onlara gönderilen peygamberlere dediler ki biz sizi mutlak öz yurdumuzdan çıkaracağız, yani öz vatanımızdan çıkaracağız ve yahut da siz bizim dinimize geri döneceksiniz. Neye göre bunu deyirlər o iman getirmeyenler peygamberlere? Çünkü bilirlər ki o peygamberler öz yurtları, öz vətənləri onlar için əzizdir ve ona göre de onları öz yurtlarından çıkarması ile hədələyirlər. Subhanallah. Ve yaxud da bakın başka ayet-i kerimede Allah bize haber verir, buyurur ki
Şuayb aleyhisselam hakkında. Şuayb'in qövmündən təkəbbürlük göstərənlərin başçıları, böyükləri dedilər ki, ey Şuayb, biz səni və səninlə bərabər iman gətirənləri ya mütləq öz yurdunuzdan çıxardacağıq və yaxud da siz bizim dinimizə geri dönəcəksiniz. Baxın, bu da görürük ki, burada Şuayb aleyhisselamı da öz yurdundan, öz vətənindən çıxarması ilə hədələyiblər. Bu da onu göstərir ki, o vətən onların olduqları bölgə onlar üçün böyük yerə sahibdir və dəyərlidir. Və yaxud da baxın, dəyərli qardaşlar, Allah bizə başqa işarə yolu ilə bizə xəbər verir ki, insanın öz yurdunu tərk etməsi sanki özünü öldürmək kimi azı olan bir şeydir. Allah Quran-ı Kərimdə buyurur ki, وَلَوْ أَنَّا كَتَبْنَا عَلَيْهِمْ أَنْ اقْتُلُوا أَنْفُسَكُمْ أَوْ اخْرُجُوا مِنْ دِيَارِكُمْ مَا فَعَلُوهُ إِلَّا قَلِيلٌ مِنْهُمْ. Allah buyurur ki, əgər biz onlara özünüzü öldürün və yaxud da öz yurdunuzdan çıxın deyə əmr etsəydik, onlardan az bir qismi müstəsna bunu etməzdilər. Subhanallah. Buradan da görürük ki, dəyərli qardaşlar, vətən sevgisi insanların fitrətində var olan bir şeydir və bunu dilə gətirmək, yəni dəlilləndirməyə ehtiyac belə yoxdur. Və həmçinin dəyərli qardaşlar, Allah bizə xəbər verir ki, Bəni İsraildən, Yahudilərdən, əhdlərini pozanlara cəza haqqında bizə xəbər verir, buyurur ki, وَلَوْلَا أَنْ كَتَبَ اللّٰهُ عَلَيْهِمُ الْجَلَاءَ لَعَذَّبَهُمْ فِي الدُّنْيَا وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابُ النَّارِ. Allah buyurur ki, əgər biz onlara sürgün olmağını yazmasaydıq, biz onları dünyada əzab verərdik. Onları isə qiyamət günü cəhənnəm əzabı vardır. Subhanallah. Bütün bunlar dəyərli qardaşlar, vətən sevgisinə, insanın vətəninə olan sevgisini göstərən amillərdir, göstərən dəlillərdir. Və həmçinin Rasulullah sallallahu aleyhi və səlləm Məkkədən ayrılarkən hədislərdə sabit olub ki, Rasulullah sallallahu aleyhi və səlləm son dəfə Məkkəyə doğru döndü, dedi ki, Allaha and olsun ki, sən Allahın yer üzündə mənə ən sevimli yersən. Əgər xalqın məni oradan çıxarmasaydı, mən səni əsla tərk etməzdim. Bu da onu göstərir ki, Peyğəmbərləri öz yurtlarından çıxarmadıqca, onlar əsla öz yurtlarını tərk etməzlər, dəyərli qardaşlar. Başqa bir hədisdə isə Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, ثَلَاثُ دَعَوَاتٌ مُسْتَجَابَاتٌ لَا شَكَّ فِيهِنَّ. 3 dua vardır ki, onlar müstəcəb olar, qəbul olar, bunda şək şübhə yoxdur. Kimdir bu üst kimsənin duası? Da'vatul mazlum. Məzlum insanın etdiyi dua. Məzlumun zalıma qarşı etdiyi dua müstəcəbdir. Hətta kafir belə olsa duası qəbul olar. Və da'vatul musafir və səfərdə olan kimsənin duası, qardaşlar. Nəyə görə? Çünki o öz yurdunu, öz vətənini tərk etdiyi üçün Allah azze və cəllə onun səfərdə olarkən onun duasını qəbul edər, müstəcəb olar. Üçüncüsü isə valideynin övladını etdiyi duadır. Qardaşlar, dediyimiz kimi həqiqətən də bunda bizlər üçün ibrətlər vardır. Biz müsəlmanlar, hər birimiz insanlar öz olduqları yeri, öz vətənini sevirlər və vətənindəki insanları da sevirlər. Ona görədir ki, siz müsəlmanlar digər insanlar kimi deyilsiniz, qardaşlar. Bəlkə fərqində deyilsiniz. Lakin Allah azze və cəllə buyurur ki, Həl yəstəvəl-ləzine ya'ləmunə vəl-ləzine lə ya'ləmun. Məcər bilənlər ilə bilməyənlər eyni ola bilərmi? Heç vaxt, qardaşlar. Çünki biz əlhəmdülillah Allahın neyməti ilə, Allahın lütfi ilə, Allahın hidayəti ilə iman gətirmişik və bu gün məsciddəyik. Amma baxın, bir xəbərlərdə oxudum, bilmirəm bu doğrudur yoxsa yox. Deyirlər ki, təqribən Azərbaycan əhalisinin 5 ya da 10% namaz qılır, ibadət edir. Subhanallah. Bu çox azracaqlı bir durumdur, qardaşlar. Hər birimiz öz vətənimizdə yaşayan insanları Allahın nuruna dəvət etməklə mükəlləf qardaşlar. Biz bunda tənbəllik göstərməməliyik. Allah üçün bizim millətimiz həqiqətən də dəvət olunmağa layiq millətdir. Onun üçündür ki, biz müsəlmanlar etdiklərimizdə, əməllərimizdə diqqətli olmalıyıq. Baxın, tarixə baxsaq görərik ki, hal-hazırda dünyada müsəlmanların ən sıx, ən çox olduğu ölkə var, o da İndoneziyadır. Təqribən 280 milyon müsəlmandır və onların 280 milyon əhalisi vardır və onların 90% müsəlmandır. Bunların İslam'a girmə tarixine baxdığın zaman təəccüblənirsən. Nəyə görə? Çünki müsəlmanlar ticarət ilə
ticaret kafileleri getdilər, orada Müslümanlar ticaret ettiler ve ticaretlerinde halalı harama dikkat ettiler. Tərəzidə aldatmadılar ve oranın sakinleri bu güzel əxlaqı gördükten sonra subhanallah her biri İslam'ı kabul etti ve %90% Müslümandır.